Hörmətli məktəb rəhbərliyi, əziz müəllimlər, dəyərli valideynlər və gələcəyimizin ümidləri olan şagirdlər. Bugün biz sadəcə bir tamaşaya toplaşmamışıq. Biz bugün bir ideyanın ətrafında toplaşmışıq. Elm ideyası, maarif ideyası, düşüncə ideyası. 19-cu əsrdə elə bir insan vardı ki, cəmiyyətə güzgü tutmağa cəsarət etdi. O insan Mirzə Fətəli Axundzadə idi. Bugünkü tədbirimizin adı elm, düşüncə, maarif yolunda adlanır və Mirzə Fətəli Axundzadəyə həsr olunmuş ədəbi bədii tədbirdir. İndi isə Azərbaycan Respublikasının dövlət himni səslənilir. Tədbirimizin rəsmi hissəsinin açılışı üçün Kaspi Təhsil Şirkətinin hörmətli təsisçisi, filologiya elmlər doktoru Sona xanım Vəliyevanı səhnəyə dəvət edirik. Buyurun Sona xanım. Hörmətli valideynlər, müəllimlər, şagirdlər, çox yığcam bir, belə deyək, tərkiblə bugün şagirdlərimizin uğurlarını sizinlə birgə izləyəcəyik. Əlbəttə, bu çox sevindiricidir, qürur vericidir. Çünki bizim bu məktəbimiz abituriyent hazırlığı üzərindən qurulduğu üçün sırf burada yuxarı siniflərin ancaq universitet hazırlıqları həyata keçirilir kimi bir, belə deyək, bir təhsilimiz var. Amma bu demək deyil ki, bizim şagirdlərimiz sosial tədbirlərə biganədirlər. Xeyr, indi bu tədbirin davamından görəcəyik ki, bizim şagirdlərimiz həm də öz bacarıqlarını, qabiliyyətlərini, öz intellektlərini, özlərinin tarixinə, ədəbiyyatına, keçmişinə dəyər verməklə bildirirlər. Bu çox yaxşıdır. Əziz şagirdlərimizdən ikisi aparıcı şagirdlərimiz Axundovdan danışdılar və bu tədbirin Axundova həsr olunduğunu dedilər. Və mən bildirmək istəyirəm ki, bugün ayın sonuncu günüdür. Mart ayının 10-unda həm də beynəlxalq teatr günüdür. Beynəlxalq teatr günü münasibəti ilə Axundovun maarifçilik görüşlərinə bir daha diqqət göstərmək, Azərbaycan 19-cu əsr tarixinə, onun ədəbi şəxsiyyətlərinə, Azərbaycan tarixinin həyatında rol almış o böyük maarifçilərə münasibəti bugün biz burada görəcəyik. Əlbəttə, Axundova münasibət bildirmək, Axundovu təhlil etmək və onun, belə deyək də,
əsərinə müraciət edib bir parça hazırlamaq bu hər adamın işi deyil. Bugün profesional teatrımız Axundovun əsərlərini heç cəsarət edib qoya bilmirlər. Çünki qataltı mənalarda o qədər rejissor təhlili var ki, ona çoxunun gücü çatmır. Amma bizim şagirdlərimiz bugün görəcəksiniz, o əsəri necə mükəmməllikcə hazırlayıblar və mən şagirdlərimizə bildirmək istəyirəm, səhnə arxasında bizim səhnəyə çıxacaq şagirdlərimizə də, elə bəzi ədəbiyyat müəllimlərimiz də var burada, valideynlərimiz üçün də maraqlı olar. Axundovun maarifçilik görüşlərinin 9-cu əsrdə Azərbaycanın xilası idi. Çünki realist dramaturgiyanı və realist ədəbiyyatın əsasını qoydu. Bu, hər adamın yenə dediyim kimi işi deyildi. Bu, Avropa ədəbiyyatına o qədər bağlı idi ki, və gözəl təhlil eləyə bilirdi, amma onu milliləşdirib, milli bir tərzdə gətirmək, 50-55-ci illər arasında 5 dənə əsər yazmaq, sonra bir fəlsəfi traktat Kəmal Dövlə məktubları yazmaq, aldanmış Cəvakivi yazmaq, bu onun böyük hünəri idi və bir də maraqlı olar onu deyim ki, bunu da siz əziz şagirdlər yadınızda saxlayın, Azərbaycanın arxiv materiallarını, o vaxt ki, Qafqaz canişinliyinin Azərbaycan üzrə sənətləşmə arxiv materiallarını, bax bizim o İsmət Qayıbov ki, bizim vertolyot qəzasında ki, həlak oldu, onun nəslindən olan Hüseyin Əfəndi Qayıbovla birlikdə 12 cirit hazırlayıblar. Yəni, bu adamın, bu böyük şəxsiyyətin Azərbaycan tarixində bir də belə bir rolu var. Yəni, o tarixi işləmək, o Azərbaycan arxivini formalaşdırmaq, bunlar böyük şəxsiyyətlər idilər. Və Həsən bəy Zərdabi ilə onun uzun müddət məktublaşması var. Onun yaratdığı xeyriyyə cəmiyyətinə pul toplamasında onun böyük rolu var. Tiflisdə bilirsiniz, o vaxt administrativ mərkəz idi Qafqaz üzrə. Ona görə orada bütövlükdə bir administrativ mərkəz idi. Axundovun yəni belə bir addımı da var idi. İlklərə addım, yol açmaq. Məsələn, Həsən bəy Zərdabinin Əkinçi qəzetinin açılması üçün ona köməklik də göstərən, onu yuxarı idarələrlə tanış edən də bu idi. Bax, bu məsələləri əziz valideynlər və əziz şagirdlər, niyə deyirəm sizə? Bəzən biz ruhdan düşürük, hazırlaşırıq. Senzurası onların başından belə basırdı ki, bunlar fəaliyyət göstərməsin, o biri tərəfdən gedib fəaliyyət göstərir. Realni gimnaziyada o vaxtı Azərbaycanlıların yerləşdirilməsi və bir Azərbaycanlı ziyalıların ora müəllim kimi yerləşdirməsi, Bakıdan Azərbaycanlıların ora sövq olunması ki, qoy orada oxusunlar. Yəni, milli elita, milli təhsil inkişaf eləsin, çünki Rusca təhsil alsınlar. Amma bunlar milli elita hesab olunurdu və Cümhuriyyəti də quranlar həmin elita idi. Bax, bu Axundovun dolayı yoluna Azərbaycan Cümhuriyyətinin qurulmasında belə rolu var, çünki cücərtilər oradan qoyulmuşdu. Eləcə də həmin o dediyim böyük şəxsiyyətlər, məsələn, onun çox yaxın dostu var idi, Fərəz bəy Çar Rusiyasının generalı idi, amma o bir təpədən dırnağa bir Azərbaycanlı idi, Həsən bəy Zərdabinin dayısı hesab olunurdu. Yəni, bu şəxsiyyətlər böyük insanlar idilər. Axundov onların evində məclisini keçirdirdi. Yəni, tək dram yazmaqla kifayətlənmirdi. Və o özdə yeri gəlmişkən deyim, bugün sizin oynadığınız əsər onun ikinci əsəridir. Və teatrın, Həsən bəyin yazdığı bir əsər var, məktub var Axundova. Biz bugün sizin əsərinizi Realni Gimnaziyada, Bakıdakı Realni Gimnaziyada oynayacağıq. Nəcəf Vəzirovun təşəbbüsü ilə Sərgüzəşti Vəzirxanı Lənkəranı mart ayının 10-unda Realni Gimnaziyada şagirdlər Həsən bəyin rejissorluğu ilə oynadılar. Və sizin kimi onlar da şagird idilər, oynadılar və teatrın əsası qoyuldu. 75-ci ildə qəzet çıxdı, 72-ci ildə xeyriyyəcə. Bütün bu məsələlərdə Axundovun rolu var idi və bu gün ona görə qürurla deyirik ki, Azərbaycan ədəbiyyatının, realist ədəbiyyatının banisidir, realist dramaturgiyanın və bütövlükdə dramaturgiyanın banisidir. Axundovun həyatı, yaradıcılığı bizim üçün çox önəmlidir öyrənək. Mübarizliyi öyrənək, açıq sözlülüyü öyrənək, açıq fikirliyi öyrənək, daim öz üzərimizdə olmağı öyrənək. Əziz valideynlər, siz buradasınız deyə mən də fürsətdən istifadə edib deyirəm.
Biz ona görə çalışırıq ki, bu məsələlərdə bizim uşaqlarımız təkcə oxudu, xronologiyanı yadında saxladı, düsturları yadında saxladı, tarixdən onu, ədəbiyyatdan bunu. Amma bir də yaradıcı bu səhifə var şagirdlərimizin. Ona görə siz öz evladlarınızı bu gün həm də kəşf eləyəcəksiniz. Qürur duyasınız onlarla, necə ki biz onlarla qürur duyuruq. Yəni, biz birinci sinifdən bizə gəlib, 11-ci sinifə qədər oxuyan bizim digər məktəblərimizə, bizim onlara diqqətimiz birdirsə, bunların üzərində 2-dir. Nəyə görə 2-dir? Çünki biz bunları birinci sinifdən gətirmədiyimiz üçün, bunlar hərəsi bir məktəbdən gəldilər, 9, 10, 8, elə bu sinifdən də gələnlərimizə, biz bunlara diqqəti daha çox ayırıq. Və bir də istəyirik ki, siz bu uşaqların bu səhifəsində görəsiniz ki, bunların bu inkişafı da var və mən inanıram ki, bu uşaqların içindən biri çıxıb desə ki, yox, mən teatr sahəsinə gedirəm, heç kim etiraz eləməyəcək. Əziz şagirdlər, istədim Axundovun bu biri tərəflərini də tanıyasınız. Hər birinizə uğurlar. Mən inanıram ki, siz dərslərinizi gözəl oxuyub, gözəl nəticələr verdiyiniz kimi bugün burada gözəl bir performans göstərəcəksiniz. Sağ olun, var olun. Qarşıdan gələn bayramlarınızdan mübarək. Sağ olun. İndi isə sevimli Azərbaycan dili və dövlət müəllimimiz tədbirin hazırlanması və ərsəyə gəlməsində böyük rolu olan Günay müəllimə Kərimovanı səhnəyə dəvət edirik. Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bugün mənim şagirdlərim sizə bir balaca səhnələşdirmə eləyəcəklər. Bu səhnələşdirdikləri əsər böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin Hekayət Müsyo Jordan, Həkimi Nəbatat və Dərvişi Məstəli Şah əsəridir. Bu əsərlə şagirdlərimiz həm öz, belə deyək, yaradıcılıqlarını sizə göstərirlər, öz yaradıcılıq tərəflərini, qabiliyyətlərini. Həm də onların bu mövzuya necə dərindən hakim olduğunu özünüz görəcəksiniz. Əsər 19-cu əsrin dahisi olan Axundovun əsəridir. Dəyərli tamaşaçılar, bugün sizlərlə Azərbaycan ədəbiyyatının böyük maarifçi dramaturqu Mirzə Fətəli Axundzadənin məşhur əsərlərindən olan Hekayət Müsyo Jordan, Həkimi Nəbatat və Dərvişi Məstəli Şah, Cadükünün məşhur komediyasını izləyəcəyik. Lakin istərdim ki, tədbirimizin növbəti mərhələsi olaraq şagirdlərimizin sizlər üçün hazırladığı qısa poeziya dəqiqələrini təqdim edək. Şagirdlərimiz bu poeziya nümunələrini böyük həvəslə və sevgi ilə hazırlayıblar. İnanıram ki, onların səmimi və xoş çıxışı sizlərdə gözəl təəssürat yaradacaq. Şagirdimiz Gülsüm Əlmərdanlı bizə Səməd Vurğunun şair Nə tez qocaldın sən şeirini ifa edəcəkdir. Nemətsə də gözəl şeir, şair olan qəm də yeyir. Ömür keçir bu adətlə, uğurlu bir saadətlə. Görən məni, nədir deyir saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən? Dünən mənə öz əlində gül gətirən bir gəlin də. Gözlərində min bir sual, heykəl kimi tikildi lal. O bəxtəvər gözəlin də mən oxudum gözlərindən. Şair, nə tez qocaldın sən? Ovçuluğa meyil saldım, gecə gündüz çöldə qaldım. Dağ başından enib düzə, bir ox kimi süzə-süzə, neçə ceyran nişan aldım. Cavab gəldi güllələrdən. Şair, nə tez qocaldın sən? Bəzən uca, bəzən asta, ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, dostluğu da rüşvət olan, ürək yıxan bir iblis də, üzəvari deyir hərdən şair, nə tez qocaldın sən? Saç ağardı, ancaq ürək alovlu da əvvəlki tək. Saç ağardı, ancaq nə qəm, əlimdədir hələ qələm. Bilirəm ki, deməyəcək bir sevgili, bir də vətən.
Şair, nə tez qocaldın sən. Digər şagirdimiz Rasim Məmmədov isə Səməd Vurğunun Azərbaycan şeirini təqdim edəcəkdir. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu, yarı. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana. Hangi səmtə, hangi yana, hey uçsan da yuvam sənsən, elim, günüm, obam sənsən. Fəqət məndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarıma dən düşəndə, boğar aylar illər məni, qınamasın ellər məni. Dağlarının başı qardır, ağ örpəyin buludlardır, böyük bir keçmişin vardır, bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, nəs aylara, nəsillərə, nəsillərdən nəsillərə, keçən bir şöhrətin vardır, oğlun, qızın bəxtiyardır. Hey baxıram bu düzlərə, ala gözlü gündüzlərə, qara xallı ağ üzlərə, könül istər şeir yaza, gəncləşirəm yaza-yaza. Bir tərəfim bəhri xəzər, yaşılbaş soralar gəzər, xəyalım dolanar gəzər, gah buğanı, gah eldarı, mənzil uzaq, ömür yarı. Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr, ceyran qaçar, züyürmələr, nə çoxdur oylağın sənin, aranın, yaylağın sənin. Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan, Afrikadan, Hindistandan, bizə qonaq gəlir bizə quşlar, zülm əlindən qurtulmuşlar. Hörmətli məktəb rəhbərliyi, dəyərli müəllimlər, əziz valideynlər və sevimli şagirdlər. Bugün sizləri məktəbimizin şagirdlərinin hazırladığı tamaşada görməkdən məmnunluq duyduğumuzu bir daha ifadə etmək istəyirəm. Təqdim edəcəyimiz tamaşa məşhur dramaturq, böyük yazıcı Mirzə Fətəli Axundzadənin məşhur əsərlərindən biri olan Hekayət Müsyo Jordan, Həkim Nəbatat və Dərviş Məstəri Şah, Cadikino məşhur komediyası əsasında hazırlanmışdır. Bu əsər yalnız görüş doğuran səhnədən ibarət deyil. Axundzadə bu komediyada cəhalət və məhrumatla mübarizə aparır. Elmin, maarifin, düşüncənin insan həyatındakı rolunu ön plana çəkir. O bizə göstərir ki, tərəqqi və inkişaf biliklə, savadla, elmə bağlılıqla mümkündür. Şagirdlərimiz bu əsəri səhnələşdirərkən həm aktyorluq bacarıqlarını, həm də ədəbi əsəri anlama və təqdim etmə qabiliyyətlərini nümayiş etdirəcəklər. Bu tamaşa onların zəhmətinin, əməksevərliyinin və yaradıcılığının nəticəsidir. Ümid edirəm ki, təqdim olunacaq səhnələr həm sizə xoş əhval-ruhiyyə bəxş edəcək, həm də sizi düşündürəcək. İndi isə sizi 19-cu əsrin Qarabağına aparırıq. Ağa bacı, de görüm nə olur? Heç nə olmayıb, çıx get oyana. Yalan demə, nəsə olub? Heç nə olmayıb, heç nə olmayıb Gülçöhrə, çıx get işimi görüm. Sən iş sat görünə oxşamırsan, elə ancaq zırıldayırsan. Gülçöhrə, sənə dedim çıx get, imkan ver işimi görüm, nə istəyirsən? Belə iş görən olur. Nətər iş görən olur? Çıx get, çıx. Get. Ana! Ayana! Sus! Ay Allah, indi gedib anama deyəcək. Mən nə deyim, nətər deyim, niyə ağlayıram? Ən salamatı danım. Qoy danım o şəkilləri də göstərməyim. Hə, danım. Ay qız,
Səsiniz el aləmə aparıb, neyinirsiniz səhərdən burada? Ana məni yıxır. Ana, yalan deyir, yıxmamışam. Yalanı sən deyirsən. Sən deyirsən. Bir didişməyin görüm. De görüm bu ağlamaq məsələsi nədir? Ay ana, ağlamırdım, izah eləyim də, nə olub? Oturmuşdum, iş görürdüm. Gəlir yunuma aparır o tərəfə. İmkan vermir iş görüm. Neynədim? Bir balaca itələdim o tərəfə ki, getsin. Qızın öldü, heç də olmayıb, görürsən, danışır elə. Ana yalandan deyir iş görürəm. Görmürsən zığıldır. Gözünə bax. Az, gözündən gilə-gilə yaş gəlir. Bunun səbəbini de görək, nədir? Belə ki, anan sağdır, atan sağdır. Yeməyin də var, yeməyin də var. Dəxi yavraşıqlı adaqlında yanındadır. Niyə ağlayasan ki? Ay ana, vallahi ağlamırdım. Allah şükür, anam sağ, atam sağ. Dəxi niyə ağlayım? Elə bura kimi düz dedim. Bəs niyə demirsən ki, adaqlında yanımdadır? Adaxlım kimdir? Ay Allah, dəli olacam mən. Elə düz deyirmişlər, qız uşağın ağlı topuğunda olarmış. Nədir yəni kim deyə? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? 20 gündən sonra bəs Qarabağda gözəl bir dənə toy eləyəcəyik sizin üçün. Anam nə danışır, sən elə oyna. Anam nə danışır? Şahbaz 10 gündən sonra gedir. Day atam kimə toy tədarük görür, mən başa düşə bilmirəm. Gözəl qızım, sən bu söhbəti hardan eşitmisən, hardan qurmusan bu? Qurmamışam. Şahbazın özü deyib. Lap inanmırsan, soruşarsan özündən. Şahbazın özü deyib. Deyib. Hara gedir bəs? Nə bilim, Parisəmi, Firəngəmi, adı batsın elə. Adı da dilimə yoluşmur ki. Az kimdir sən bunu ora aparan? Yox, bir Parisə gedəcəkmiş. Səncə kimdir? Qonağımız Monsieur Jordan. Oy, Monsieur Jordan. Oy, bizim bu çör-çöp yığan Monsieur Jordan. Bunu aparmaq istəyir Parisə. Ay sağ ol. Gəl mən səni izah edeyim ayağına. Gəl otur bir izah edeyim, otur sən. Deməli bizimki cahil uşaqdır. Monsieur Jordan buna deyib ki, Parisdə qızlar məclislərdə, dilimə gəlmir, kişilərlə bir yerdə üz açıq, baş açıq otururlar. Oy, ay Allah. Bu da deyir, görəm mən gedim o Parisi seyr eləyəm. Gedəm görəm. Deyir, əvvəl əmrindən icazə alacam. Rüsxətimi verməsə keçəcəm arazı o yana, gedəcəm. Qeyrət eləyir o. Onun ağlı başından çıxıb. De görüm bəs, elə təkcə bu. Mən uşağımı tanımıram. Gözəl qızım, başqa nə var bəs? Başqa? Başqa? Dedi ki, Parisdə qızlar məclislərdə... Ay bacı, onu dedin də. Bir dayan görək nə deyir? Başqa dedi ki, Parisdə qızlar məclislərlə bir yerdə... Ay, kişilərlə bir yerdə... Ay Allah! Sən yaman belə çərənliyirsən, ha! Ged o pisi damdan Şahbazı bura çağır. Qaçın, qaç! Gəlsin görəcək. Xeyr ola əmi dostu, məni çağırmısınız, buyurun. Deməli Şahbaz, mən bir dənə söz eşitmişəm. De görüm sən getmək istəyirmişsən Parisə. Nə məsələdir bu? Nə olar ki əmi dost, gedərəm də, gələrəm də. Hələ üstəliyi şərəfini səyər. Paris qızlarının başını örtüyü şaldan birində hədiyyə eləyərəm. Oy, şal alacaqmış. De görüm sən mənə ata əvəzindən icazəvi almısan ki, bir rahat-rahat da danışırsan. Əlbəttə, əmmin izni olmadan heç ayı edənmən. Elə qonağımız Mr. Jordan mənim üçün izin alacaq. Ay gödü, sən yoluva azmısan ha? Bu dəqiqə hamısını çağıracam bura. Elə bir toy tutacam ki, elə sən o xəyallarında qalacaq oradaca. Get çıx buradan. Mən hələ uşağam, evlənmək vaxtıdır indi. Ana, bu boyda uşaq ona danışırım. 20 gün sonra mən kimə toy eləyirəm. Ay köçədə. Ged oradan, atamı çağır bəri. Nə olub Ayrıva? Səsin biri bütün el aləmi.
Ay kişi, sən heç nədən xəbərin yoxdur. Nədən xəbərim olmalıdır ki? Ay bala, bu Şahbaz yalan xülyalarda deyə 20 gün sonra toydu toy. Hara gedir bu? Hara gedir ki? Bu Parisə getmək istəyirmiş. Kim göndərir onu Parisə? Məndən icazə alıbdır ki? Gətirdiyi o mesajordan aparmaq istəyir Parisə. Qələt eləyir o. İcazəsiz heç yerə gedə bilməz. İndi mən deyirəm ki, sən onları çağırarsan bura. Bir tədbir görəsən. Ki o tədbiri görmədin, mən özüm bilirəm nə edəcəm. Mən bilmirəm bu evdə kişi sənsən yoxsa mənəm. Dedən gəlsinlər. Şahbaz, mesajordan da götür gəl bura. Bir məsələ var, onu aydınlaşdırmalıyıq. Öyrənin. Həkim sahib, eşitmişəm bizim Şahbazı Parisə aparmaq istəyirsən. Bəli, xatam hənağa. Mən Şahbaz bəyi Parisə aparıb Frank dilini öyrətmək istəyirəm. Çünki heyifdir. Şahbaz bəy kimi cavan, zirək, savad sahibi olan heyifdir Frank dilini bilməyən. Mən özüm onu Parisə aparıb Frank dilini öyrədəcəyəm. İndi məndən oturub durmaqdan bir para kəlimatı hifz edibdir. Düz söhbətdir Şahbaz. Bəli, əmi, düzdür. Mr. Jordan'dan gedib, özümdə qayıtmaq istəyirəm. Nədən ötürü balam? Firək dilini öyrənmək üçün, əmi. Firək dili sənin nəyinə lazımdır? Əmi, bildirim ki, sizə keçən il mənə Tiflisə arx satmaq üçün göndərmişdir. Yazımlar. Bu zaman Allahverdi bəyin oğlu Tanrıverdi bəy firək dilini bildiyi üçün hər məclisdə məndən hörmətli idi. Mən də buna görə firək dilini öyrənmək istəyirəm. Sən hələ uşaqsan, cavansan. Mən bu saqqalı boşuna ağartmamışam. Sənə deyirəm ki, bir dil bilməklə ağıl artmaz. Belə də ki, şükür Allah, dövlət əliyəmizin sayəsində Türki, Rus, Fars dillərini bilirsən. Sənin nəyinə lazımdır firək dili? Əmi, vallah qanmıram ki, siz necə Paris əhlinin adət-ənənəsindən xəbərdar olasınız. Bu saat mən səni qandırım da balam. Mən eşitmişəm ki, bizdə nə adət və digər vərdişlər var isə, əksi Paris əhlindədir. Mən eşitmişəm ki, biz başımızı qırtırırıq, onlar başlarına tük qoyurlar. Biz əlimizə həna çəkirik, onlar başlarına həna qoyurlar. Biz əlimizlə xörək yeyirik, onlar qaşıqla yeyirlər. Biz başmaq yeyirik, onlar çəkmə yeyirlər. Biz asılaşdırma peşdə qalırıq, onlar gizli alırlar. Görürsən aramızda nə qədər böyük fərqlər var. Düzdəmir. Xataxan ağa, mənim məqsədim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvəlcə onun tərbiyəsinə mütəvəccüh oldum. Sonra isə onu Frank kralı ilə tanış edim. Hələ o Frank kralından bəxşiş alım, o bəxşişdən sənə də gətirim. Məhz mən elə özüm, əgər Qarabağa gəlməsəydim, Avropadakılar heç biri Qarabağdakı bu otlardan xəbəri olmayacaqdı. Həkim sahib, Paris nə qədər uzaqdadır? Yəni Şahbaz nə qədər gedib qayıda bilər? Xataxan ağa, bir il çəkər ya çəkməz. Ziyadə kəsən deyil. Çünki Şahbaz bəyin əsas məqsədi Frank dilini öyrənməkdir. Arvad, qoy elə. Dəxil uşaqdır, getsin, gəncdir. Bir həvəs eləyib, həvəsini qırmır. Həm də bu həkimi sahib bir yaxşı adamdır. Gedər yanında bir para mərfət sahibi olar. Qaydar gələr, yerin axırı Qarabağda bir dənə qəşəng toy keçirdər, iki adı ki, hər yerindən bir olur. Ay kişi, bəyək mən səndə burada bir Quranlıq söz danışdım, hara getdi ona? Nə getmək, nə gəlmək, nə bəxşiş? Sənə lazımdır bir tikə bəxşiş? Bə, bu uşağı mən bədbəxt olsun, nə? Bunu getməkdə bilsən məqsəd nədir? Gedəcək orada gəlinlərlə, qızlarla bir süfrədə oturacaq, gününü gün eləyəcək. Lazım deyil, otursun oturduğu yerdə. Mən elə qərarımı verərəm sonra, dağılışam. Beləliklə Fransızdan gəlmiş alim Mr. Jordan Qarabağ bütünləri öyrənmək üçün gəlmişdir. Onun məqsədi elmə xidmət etmək, təbiətin sirlərini araşdırmaqdır. Lakin hər kəs onun fəaliyyətini düzgün anlamır. Görəsən, elmə maraq göstərmək hamı üçün eyni dərəcədə anlaşılandırmı, yoxsa bilmədiyimiz hər şeyi qəlbə və təhlükəli hesab edirik?
ağrıda olubdu ki. Bayaq burada məsələni həll eləmiş kimi oldum. Amma nəsə başqa bir tədbir lazımdır. Düzdür. Bəlkə deyirəm biz xanpərini çağıraq. O bəlkə bir iş bilər. Məsələni həll eləmək üçün bir yol göstərər bizə. Necə məsləhətdir? Gülsəhra, qaç sən xanpərini çağır. Ay xanpəri, inanırsan qanım elə qaradır ki. Niyə xanım, nə olub? Az, xəbərin yoxdur, bəyək səs-küy el aləmlə aparmış deyə. Ay xanım, xəbərdaram. Bu nə işdir? Demə. Çağırmışam ki, bir məsləhət biləsən, bir yol göstərəsən. Ay xanım, bu Şahbazın ağlındakı fikri atmaq lazımdır. Bu qızın 10 gündən sonra toyudur. O necə bədbəxt qoyub bu qızı gedə bilər? Elə mən də onu deyirəm də. Xanım, söhbəti biləndən düzün desən fikirləşirəm. Ağlıma yaxşı fikirlər gəlmir, amma bilmirəm, razı olarsınız, olmarsınız. Sənə deyin görüm. Bu Ağcabadı kəndində Qızılbaşdan gələn Dərviş Məstəri adında biri var. Cadugərdir. Onun ofsunları yaman təsirlidir. Biz gərək onu çağıraq, amma xəlvət çağıraq, heç kimə xəbər olmasın. Ancaq o bizə əlac bula bilər. Başqa bir əlac bilmirəm, xanım. Elə düz deyirsən, sən xəlvətcə çağır. Kişi bilsə ki, çağırmışıq elə adamlar bura, bizim ətimizi üzərik. Sən ged elə onu çağır, mən də bir tədbir görüm burada. Yaxşı. Dur, gəl sən mənə. Ay şərəflisən, niyə belə edirsən? Axı mən sənin ağarmışam. Of. Bax, hələ sənə gül də almışam. Sən belə küssən məndən alınmayacaqsın. Əmi dostu gördün nətər? Qırğın elədi. Biz Soyordan qabanda əminin üstünə çır-çır sığırdı. Hələ üstəlik mənə də təhdid elədi. Şahbaz, anam səhv eləyir. Hələ anam az eləyir. Denən niyə? Niyə? Bax, o görüm bana qoymuşdu. Bax, bunları sən mənə göstərmədin ki, Paris qızlarıdır. Məclislərdə necə kişilərlə yerdə baş açıq, üz açıq oturub dururlar. Mən utandığımdan anama bu şəkilləri göstərə bilmədim. Elə heydandım ki, Şahbaz məni başqa heç nə deməyib. Şərəflisə, vallah bunlara görə deyil. Mənim taytuşlarım tamam mərifət sahibidir. Mən də qalmışam bu qamışlıqla, neyniyim bəs mən? Şahbaz, sən deyəsən mənim başımı aldatmaq istəyirsən, ha? Elə bu gül də ondan ötürüdür. Bu gül də sənin başına dəysin. Bax, elə birinci yalan budur ki, deyirsən. Bizlərdən kim mərifət sahibi olmaqla xoşbəxt olub axı? Kim? Ay, sağ ol, heç kim. Bu sən bildiklərin var ya, bu sən bildiklərin. Ayrı cürə çatıblar bəxtəvərçiliyə. Paris olmasın. Get Tiflisə. Tiflisdə işlə, Tiflisdə mərifət sahibi ol. Sən ancaq Paris. Deməyinə düz deyirsən, canım qurban. Ay, Amma bu Tiflisdə mən kim qabağa çəkəcək, kim mərifət sahibi eləyəcək. Bu firəncliyi yaxşı adamdır. Mən aparacaq Parisə, kralın qabağına çıxardacaq, mən də bəxşiş alacam. Qaydanda da mərifət sahibi olmuş olacam. sənin də o bəxşeyişin mənə lazım deyil, Şahbaz. Mənə lazım deyil. Şahbaz, hala gəl görüm, kömək eləməyəm. İndi isə səhnəyə başqa bir obraz çıxır. Özünü fövqəl-təbii qüvvələrin sahibi kimi təqdim edən Dərviş Məstəri Şah. O, insanların inanclarından istifadə edərək onları heyrətləndirməyə və inandırmağa çalışır. Görəsən, möcüzə adıyla təqdim olunan hər şey doğrudan da möcüzədirmi? Gəlin izləyək. Məstəri Şah gəlib çağırın. Çağır da nə tutma kimi gəlib. Sən görək kim gəlir.
Salam baba dərviş. Xoş gəlmisən. Buyurun xanım, mənə nisbət nə qulluğunuz var? Can başla yerinə yetirmək müzayəqə yox. Baba dərviş, səni çox kiçik bir işdən ötürü bura kimi yormuşam. Deməli, bu gördüyün qızın nişanlısı, Şahbaz, getmək istəyir Parisə. Bunun da beyninə mesajordan salıbdır. İndi 20 gündən sonra toydur. Mən nəyə toy eləyirəm, kimə toy eləyirəm bilmirəm. Sən mənə bir çarə tap. Elə ki, bu uşaq otursun, oturduğu yerdə. Xanım, bu düzlü yüngül iş deyil. Lap da ağır işdir. Gərək mənim cadumun əsəri ya Parisin, ya da ki o Monsieur Jordan'ın başında satılasın. Dəqiq, necə yəni ya Parisin, ya da Monsieur Jordan? Bu nə tər olan işdir ki? Məsələn xanım, Şahbaz və ya bir əl vursa, onun canına bir cin müsəlləh edər. Bu işdən onun əqlinə rəxnə ilişər. Azarlıya, solaq qala, şikəst ola, bilməyirlər. Çünki çox zaman. Baba dərviş, nə danışırsan sən? Dayan. Bu iş onun ötürdü ki, bu uşaq safla canlı otursun orada. Mənə lazım deyil o, başqa bir şey. Bu surətdə divlərə, cinlərə əmr edəyim ki, Parisi yıxsınlar. Ya da ki, mərrix ulduzuna hökm edəyim ki, Monsieur Jordan'ın boynunu vursun. Parisi dağıtmaq, Monsieur Jordan'ın boynunu vurmaq. Bu olan işdir ki... Hə, xanım, bu mənim işimdir. Sizə nə deyim, 11 il bundan qabaq Naxçıvan və Şarur mahallarını keçib, İrəvana keçmək istəyirdim. Oranın əhalisi mənə icazə vermədilər keçəm ki, əlində təskirən yoxdur. Mənim də lap acığım tutdu, acıqlı adam. Ağrı dağına əmr elədim ki, ucu qopsun, düşsün onların başlarını üstünə və məhv oldular. Xülasə nə deyim, Murova qop desəm qopmazmı? Qopar. Araza axma desəm axmazmı? Axmaz baba dərviş. Ay Allah, sən dərdi və əsirgəyi. Xanım, siz deyin mənə görün, vaxt keçir, gecə keçir. Monsieur Jordan nə vaxt gedir? 10 gün vaxtımız var. İndi mən sizin gözünüzün qabağında Parisin iqamətgahını bərpa edəcəm və divlərə, cinlərə əmr eləyəcəm ki, oranı yer yeksən qoysunlar. Ya da ki, mərrif ulduzunu hökm eləyəcəm ki, Monsieur Jordan'ın boynunu vursun. Bundan başqa heç bir çarəsi yoxdur. Elə bu Şahbazın başına o Monsieur Jordan salıbdı. Elə ona nə bilirsənsə elə. Yox, ana elə demə. Monsieur Jordan yazıqdır, yaxşı adamdır. Bu yayla fərqli güllərdən dəstələr yığıb Şahbaza verirdi ki, apar bir şərəfinizəyə sevinsin. Mən özümü öldürürəm, qoymaram ona nəsə eləyəsiniz. Bu qız da düz deyir bir yandan baxanda. Amma bu biçarə Parislər bizə neyini fikirləşəndə, elə qızlarına, gəlinlərinə baxanda deyirəm elə başlarını oynatsınsa yaxşıdır. Baş üstə xanım, Xanpər xala, çıx çölə mənim köməkçimi çalış. Qapını da ört ağa, heç kim gəlib getməz. Xanım, Həştərxana var. Ay kişi Həştərxan kimdir? Həştərxan ölə. Nə nə Həştərxan? Hətəmxan! Yaxşı olsun Hətəmxan. Hətəmxan ağa, Monsieur Jordan, Şahbaz bəy hardadırlar? Onlar o birisi damda yıxılıb yatıblar. Ay kişi, nə danışırsınız orada? Məhzər oxuyuram xanım, dua eləyirəm. Dua eləyirəm ki, işimiz avant olsun. Cinlər, ifritələr fikrimdən xəbərdar olsunlar. Xanım, bu Parisin iqamətgahı, bu da Parisin evləri. Buyurursunuzmu Parisi kün-həyakün edin? Hə, baba dərviş, nə bilirsiniz elə? Onda divlərin əlmuzdunu, ənamını kərəm edin. Ay Allah, baba dərviş, güldürmə adamı, nə cinin əlmuzdur, nə kəramı, nə danışırsan? Yığış gedirik. Qələt elədim, otur. Yaxşı, nə qədər Xanım, idi bunlar? mənim cinlərim bəyəm İran sərbazıdır ki, müftə qulluq eləsin. Mən bəyəm Hacı Mirzə ağayam ki, onları döyəm, söyəm, onları heç nə verməyəm. Bu işdən səbəb olar ki, bu iş bitdikdən sonra mən onlara ziyafət verəm. Yaxşı. De görüm, hələ nə qədər istəyirsən sən? Nə qədər ki, vəd etmişsiniz, 100 qızıl bacaqlı. Baba dərvi çox deyil. Xub, 1000 tüməndə dəyən şəhəri dağılırsınız, 100 bacaqlı versəz çoxdur. Qızım, qalx get, oradan pulu gətir bura. Ay qız, biz bunu veririk, verməyinə. Toya pul qalmır ki.
Ay ana, neynə, 1-200 sabı satarıq pul eləyər görmürsən, əsəbləşir. Səs Şahbaz qalsın burada. Cəhənnəm. Ulan qulaq sədəqən olar qızım. Buyur baba dərviş. Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqeymiş. Bu səbəbdəndir ki, oradan bəla əksik olmaz. Ya Məlixa, ya Səlixa, ya Məlixa. Mən necə burada Parisi ziru zibər eyləyirəm, siz də elə Parisi ziru zibər eyləyirəm. Razıyıq, ay baba dərviş. Xanağa, Şahbaz bəy, qapını açın. Bu səs küyür. Nə olub ay müsəşorlar? Səsin axar bey. Ana təmxanağa, hanı Şahbaz bəy? Harada olacaqlar? İçəridə yatıblar. Xanım, onlar gəlib bu saatda elə oynalar. Mən dərhal Parisə qayıtmalıyam. Dayan çağırım. Ay ağa, ay kişi, gəlin görüb bura. Nə olub həkimi sahib? Səsin bürüyüb el aləmi. Xanağa, Şahbaz bəy, axır ki gəldiniz. Mən dərhal bir at verin, Parisə qayıtmalıyam, elə bu saatca. Niyə, nə oldu həkimi sahib? Oturmuşduq da. Nə olacaq? Paris dağılır, gözəl səni tənər, yerlə bir olub. Dimash Paris, Dimash Tolyeri. De vallah. Bəs bunu aparırsan özündən? Madam, mən heç öz başımı qoymağa yer tanımıram, Şahbaz bəy aparım. Mənə dərhal bir at verin, arazın o tayına keçirin, qalanını özüm gedərəm. Həkim sahib, birbaşa sal görə bu Parisi kimlər dağıdıb, niyə dağıdıb? Xanağa, kimlər olacaq? Cinlər, divlər, ifritələr, şetefre, mondiya, mondiya. Yaxşı, siz Allah gedin yola salın bunu. Şahbaz, gəl gedək görək. Gəlin, birə görək. Artıq həqiqətlər üzə çıxmağa başlayır. Elm ilə mühümmatın fərqi aydın görünür. Axundzadə bu səhnə vasitəsilə bizə göstərir ki, insan qorxu ilə deyil, düşüncə ilə hərəkət etməlidir. Bəs siz hansı yolu seçirsiniz? Kör inamı, yoxsa elm yolunu? İndi isə düşünmək vaxtıdır. Və final. Hörmətli tamaşaçılar, Mirzə Fətəli Axundzadə bu komediyada bizə çox önəmli bir mesaj verir. Cəmiyyətin inkişafı yalnız elm və maariflə mümkündür. Mövhumat, yalançı inanclar, cəhalət isə insanı geridə saxlayır. Dərviş Məsəli Şah və Müsyo Jordan yalnız bir komediya deyil, həm də elmə, düşüncəyə, maarifə çağırışdır. İndi isə sinif yoldaşlarımı gözəl ifaları üçün təbrik edir, onları səhnəyə dəvət edirik və sizlərdən onlar üçün gürültülü alqışlar istəyirik.